Salam, mən Fidan Vəliyeva. Bu gün sizinlə maraqlı bir sual verəcəyik və onun cavabını aydınlaşdıracağıq. Belə ki, biz riyaziyyatda keçmişik kəsrlərin toplanması, çıxılması, vurulması, bölünməsi məsələlərin və burada xüsusilə qeyd eləmişik ki, əgər xüsusilə də kəsrlərin toplanması və çıxılmasında bunu qeyd edirik ki, əgər onların məxrəcləri eynidirsə, biz sadəcə surətləri toplayırıq və yaxud da çıxırıq. Əgər onların məxrəcləri fərqlidirsə, biz mütləq şəkildə məxrəcləri eyniləşdirməliyik, onları ortaq məxrəcə gətirməliyik, ondan sonra toplama və çıxma əməllərini onlar üzərində tətbiq edə bilərik. Lakin vurma və bölmədə bu belə deyildi. Vurma və bölmədə biz sadəcə vurmanı yerinə yetirirdik. Əgər orada sadələşmə var idisə onu yerinə yetirirdik. Bölmədə də eyni şəkildə birinci kəsrimiz olduğu kimi qalırdı, ikinci kəsri tərsinə çevirirdik və cavabı tapırdıq. Ancaq bu nə vaxt biz toplama və çıxmadan bəhs ediriksə, bu zaman mütləq məxrəclər eyni olmalı idi ki, biz toplama və çıxmanı yerinə yetirək. Bəs heç bu sualı vermisinizmi? Niyə belə olmalıdır? Yəni bunun səbəbi nədir? İndi bugün biz bu səbəbi aydınlaşdırmağa çalışacağıq. Deməli, deyək ki, bizə 2-də 1 üstə gəl 4-də 1 verilib. Deməli, gəlin bunu iki yerdən də yazaq. Bir səhv cavabı yazaq, bir də düz cavabı. Normalda, əgər mən bunu eyni məxrəcə gətirmədən toplasam, bu bərabər olmalıdır. Bərabər əslində ola bilməz. Ona görə bu işarəni qoyuram. 6-da 2 kimi yazardım bunu. Bəs mən bu 2-də 1-i şəkil şəklində ifadə eləsəm və burada rəngi dəyişmək məcburiyyətindəyəm. Gəlin bunu çəkək. Qara yazdı bu. Bunun rəngini dəyişək. Bizə bir şəkil verilsə, o şəkil bu şəkil olsa, bu 2-də 1-i ifadə edən şəkil olacaq. 2-də 1-i ifadə edən şəkli mən necə göstərəcəm? Mən bu şəkildə göstərəcəm. Bir də 4-də 1-i ifadə edən şəkli çəkək. Yenə eyni ölçülərdə kvadrat çəkirəm. Sadəcə onu 4 hissəyə bölürəm. İndi, əgər mən istəyirəmsə ki, 4-də 1-i ifadə edeyim, onda 4-dən 1-in rəngləyəcəm burada. Əgər 2-də 1-i ifadə eləmək istəyirəmsə, o da şəkil olaraq ümumi şəkildə belə göstərilir. 2-dən 1-i qaralanır. Ümumi mən bu hissələri toplasam, bu 6-da 2-yə bərabər olmayacaq. Çünki ümumi bu şəkildə bu hissələr 6-dan 2-ni ifadə etmir. Amma bir də bura baxın. Mən yazıram. Mən bunları ortaq məxrəcə gətirirəm. Bu olur 4-də 2, bu olur 4-də 1. Toplayanda eləyir 4-dən 3. Baxaq görək bu şəkil 4-də 3-ü ifadə edirmi? Baxın bu hissəni əgər mən 4 yerə bölsəm, indi 4 yerə bölməmişdim 2-də 1-i. Qələmdədir. Deməli, əgər mən bu hissəni 4 yerə ayırsam, bu 2-də 1-i də əslində 4 hissəli kimi göstərirəm də.
Onda 2də 1-in rənglənmiş hissəsi necə olacaq? Bu hissədə 4də 1-dir, bu hissədə 4də 1-dir. Ümumilikdə 2də 1-in bu hissəsi nəyə bərabər olacaq? 4-dən 2-yə bərabər olacaq. 2-yə bərabər olacaq. Bu hissədə 4də 1-dir. Əgər mən bu hissələri toplasam, 4də 2 üstə gəlir 4-dən 1 eləyəcək 4-dən 3. Ümumi olaraq biz nə vaxt ki kəsrlərin ixtisar edilməsini izah edəndə də eyni üsula əl atmışdıq. Deyirdik ki, məsələn, bizə verilib 2də 1, bir də bizə verilib 4-dən 2. Bunlar, şəkil düzgün çəkmədim. Şəkillər bərabər olmalıdır. Təxmini şəkildə. Baxın, bu 4də 2-ni təmsil edir. Bu isə 2də 1-i təmsil edir. Ümumi şəkildə xətt çəkəndə görürəm ki, bu hissələr bir-birinə bərabərdir. Ona əsasən mən nə vaxt ki, bu 4də 2-ni 2-yə ixtisar eləsəm, həm surətini, həm məxrəcini, mən yenə də 2də 1-i alıram. Çünki ümumi olaraq bu hissələr bir-birinə bərabərdir. Bu qədər. Videomuz bu qədər idi.